Salam, hər vaxtınız xeyir olsun şagirdlər, müəllimlər. Növbəti video dərsimi mən bugün sizə təqdim edəcəm. NATO ədədlərin onluq say sistemində yazılışı. Növbəti suallarımıza baxırıq. 21-ci sualımıza baxaq. 21-ci sualımızda deyir ki, BA üstəgələ AC üstəgələ CB və A bərabərdir deyil B-yə, B də bərabər deyil C olarsa, ABC ifadəsinin ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin cəmini tapın. Bilirik ki, NATO ədədlərin onluq say sistemində yazılış qaydasında BA ədədinin onluq mərtəbəsində B-dir, təkli mərtəbəsində A-dır. NATO ədədlərin mərtəbə toplananlarının ayrılma qaydasına görə BA bərabərdir 10B üstəgələ A-ya, AC bərabərdir 10A üstəgələ C-yə, CB də bərabərdir 10C üstəgələ B olduğu məlumdur bizə. Onda bunların hamısını verilmiş birinci ifadədə yerinə yazsaq, onda görürsünüz ki, alınır 10B üstəgələ A üstəgələ 10A plus C üstəgələ 10C plus B-yə. Hamısı bir yerdə bərabərdir 11A üstəgələ 11B üstəgələ 11C bərabərdir 99-a. Buradan A plus B plus C bərabərdir 9 alınır. Hər tərəfi buradan 11-i çıxarsaq, mötərizə xaricinə və 99 11-ə bölsək alınır A plus B plus C bərabər 9-a. Eyni zamanda deyir ki, A B-yə, B də C-yə bərabər deyil. Onda 3 dənə rəqəmin cəmi 9 olmaq üçün biz ən kiçik rəqəm 1 götürməliyik. Növbəti rəqəm 2 olmalıdır. 1 ilə 2-nin cəmi 3 elədiyinə görə yerdə qalan növbəti 3-cü rəqəm olmalıdır 6. 3 dənə rəqəmin cəmi 9 oldu həqiqətən. Deməli, bu ədədlərimizin ən böyüyü oldu 621, yəni 621, ən kiçiyi isə 126-dır. Onda ən böyük və ən kiçik qiymətlərin cəmi soruşurdu bizdən. 621 ilə 126 toplasaq, eləyəcək 747. Doğru cavabımız C variantı 747. 22-ci sualımıza baxaq. 3A-1 üstündə kvadrat ifadəsinin qiyməti tək ədəddir. A daxildir NATO ədədlər çoxluğuna. Bəs deyir, hansı ifadənin qiyməti cüt ədəd olar? Əvvəlcə izahına baxaq. 3A-1 mötərizə kvadrat ifadəsinin qiyməti tək ədəd olarsa, 3A-1 kvadratı tək ədəd və A cüt ədəd olacaq. Niyə? Çünki bunu qaydamızda da var ki, şagirdlər, müəllimlər, əgər tək ədədin qaydasına görə burada görürsünüz ki 3A. A-nın qarşısında 3 var. 3 nə ədəddir? Tək ədəddir. Deməli, burada A mütləq şəkildə cüt ədəd olmalıdır ki, ondan da 1 çıxanda cavabımız mütləq şəkildə tək ədəd olsun. Çünki A-nın yerinə cüt ədəd olarkən 3-ü vurarsınız A-ya, məsələn 4. Biz 4 qəbulləmişik. 3-ü vurarsınız 4-ə, eləyər 12. 1 çıxanda qalacaq 11. Məsələn, A-nın yerinə tək ədəd qoymuş olsaq, sual yaranlar ki, niyə A cütdür? Məsələn, A-nın yerinə 3 qoysaq, məsəl üçün dedim, 3 qoymayın, 5 qoyun və yaxud da 7 qoyun. Liboy, belə deyək, tək ədəd qoysaq, məsələn, 3 dəfə 3, 9, çıxırsınız 1 eləyir 8. 8 oldu cüt ədəd. Amma bizdən deyir ki, bu ifadənin qiyməti tək ədəddir. Tək ədəd olmaq üçün də A mütləq cüt olmalıdır. Onda verilmiş variantlar bir-bir araşdırsaq, A variantında tapdıq ki, A mütləq cütdür və 4 qəbul elədik. A-nı bir dənə cüt ədəd 4 qəbul elədik. İndi bir-bir A-nın yerinə bütün variantlarda 4 qoysaq, birinci variantı fikir verirsiniz, həll eləmişik, 15 alınır. Bu tək ədəddir. İkinci variantda 3A-1, 3'ü vurur A-nın qiymətinə 4'ə çıxır 1 eləyir 11. Bu da tək ədəddir. 2A kvadratı üstəgələ 3. 2-ni vurur A-nın qiyməti 4'ün kvadratına, üstünə 3 gəlir 35. Bu da tək ədəddir. D variantında A kvadratı plus 4. A-nın yerinə 4 qoyur, 4'ün kvadratı 16, üstünə 4 gəlir 20. Bu da cüt ədəddir. Bizə nəyə soruşurdu? Hansı ifadənin qiyməti cüt ədəddir? Elə doğru cavabımız D variantı A kvadratı plus 4. Y variantına da baxsaz A kvadratı plus A üstəgələ 1. Bunu da cavab edəcək 4'ün kvadratı üstəgələ 4 plus 1 bərabərdir 21. Tək ədəd. Bizdən doğru cavabı soruşurdu. Cüt ədəd hansıdır? D variantı. Növbəti sualımıza baxaq. 23-cü sualımız.
Sual belədir. Belə bir maraqlı sualımız var. 9a kubu bərabərdir b 608. Bax, belə bir 4 rəqəmli ədəd verib. Bu bərabərliklə AB hasilini tapın. A daxildir n. Yəni A natural ədədlər çoxluğunda bir ədəd olmalıdır. 9a kubu bərabərdir b 608 bərabərliyinə əsasən deyə bilərik ki, b 608 ədəd 9-a tam bölünməlidir. Çünki 9-a bölünməlidir. Buradan da niyə a kubunun qarşısında 9 var? Ona görə 9-a bölünən tam ədəd olmalıdır. Bu ədədin də 9-a bölünmək üçün biz bilirik ki, 9-a bölünmə əlamətinə görə ədədin rəqəmləri cəmi 9-a bölünməlidir ki, bu ədəd 9-a tam bölünsün. Deməli, b 608 ədədinin 9-a bölünmək üçün rəqəmlərini cəmləyərik. Hamısını bir yerdə cəmləyəndə alınır 14 plus b. Buradan b-nin yerinə biz neçə qoysaq 14 plus b ifadəsi 9-a bölünər. 14 plus b ifadəsi 18-ə bərabər olarsa 18 9-a bölünür axı. Ona görə buradan b 4 olmalıdır. 9-a bölünən ən kiçik 18-dir. Növbəti rəqəm 27 ola bilər, amma b burada artıq 13 olmalıdır. B bizdə axı bir rəqəmli ədəddir. Ona görə sual yarana bilərdi deyə bunu da izahını verirəm. B ona görə 4 olmalıdır. İndi isə b-nin yerinə tapdıq 4. 4608 ədədini 9-a bölsək alınacaq 512. Alınır ki, a kubu bərabərdir 512. A kubu bərabərdir 512 deməkdir ki, hansı ədədi 3 dəfə öz-özünə vursaq, yəni hansı ədədi kuba yüksəlsək 512 alınır. Bu da eləyir 8. Doğru cavabımız D variantı 8. Növbəti sualımız 24-cü sual. 36-dan böyük olmayan 2 rəqəmli ədədlər içərisində 36 ilə qarşılıqlı sadə ədəd olan neçə natural ədəd var? Bax, belə bir sualımız var. Qarşılıqlı sadə ədədlər ortaq böləni yalnız 1 olan ədədlərə deyilir. 36 ilə qarşılıqlı sadə ədəd olan 2 rəqəmli ədədlərimiz hansılardır? 11, 13, 17, 19, 23, 25, 29, 31 və 35. Deməli, bu ədədləri saysaq 9 dənə natural ədədimiz var. Doğru cavabımız C variantı. Növbəti sualımız 25-ci sual. 28-dən böyük olmayan 2 rəqəmli ədədlər içərisində 28 ilə qarşılıqlı sadə ədəd olan neçə natural ədəd var? Qarşılıqlı sadə ədədlər ortaq böləni yalnız 1 olan ədədlərə deyilir. 28 ilə qarşılıqlı sadə ədəd olan 2 rəqəmli ədədlərimiz isə bunlardır. 11, 13, 15, 17, 19, 23, 25, 27. Bunların da sayını tapsaq, görərsiniz ki, 8 dənə natural ədədimiz var. Doğru cavabımız Y variantı. Növbəti sualımıza baxaq. 26-cı sualımız. X tək və Y cüt ədəd olarsa, hansı ədədin qiyməti tək ədəddir? İndi variantları verib bizə bir baxaq. X tək, Y cütdür. Gəlin X-ə 5 qiymət verək, Y-ə 4 qiymət verək. Onda ifadələrin hər birini araşdıraq. A variantı mötərizədə X plus Y kvadratı 5 plus 4-ün kvadratı 9-un kvadratı 81. Bu tək ədəddir, bu getdi. Doğru cavabımız bu olacaq. Digərlərinə də baxsaq, B variantında Y vurulsun mötərizədə 2X plus 1. Y-in yerinə qoyursunuz 4-ü, X-in yerinə 5-dir. 2 vurulsun 5 plus 1 bərabərdir 44 cüt ədəddir. Digərlərinə də variantları da görürsəz, hər birində X və Y-in yerinə müvafiq olaraq X-ə 5, Y-ə 4 qiymət versəz, hamısında cavabımız cüt ədəd alınır. Variantları bir-bir yazmışam, köçürə bilərsiniz. Buradan alınır ki, X plus Y kvadratı ifadəsinin qiyməti yalnız tək ədəd olacaq. Doğru cavabımız A variantı. Növbəti sualımız 27-ci sualımız və son sualımızdır. Mötərizədə 3A plus 1 ifadəsinin qiyməti 3A plus 1 mötərizə kvadratı ifadəsinin qiyməti cüt ədəddir. A daxildir n. Yəni A natural ədədlər çoxluğunda bir ədəd olmalıdır. Hansı ifadənin qiyməti cüt ədəddir? Deyir ki, 3A plus 1 mötərizə kvadratı ifadəsi cüt ədəd olarsa, onda o zaman 3A plus 1 cüt ədəd və A isə tək ədəd olmalıdır. Çünki cüt ədədin kvadratı cüt ədəd olmalıdır və burada üstə gələk 1 var. Görürsünüz 3A plus 1. 1 tək ədəd olduğu üçün mütləq şəkildə 3A plus 1 ifadəsi ümumilikdə cüt ədəd olması üçün
mütləq şəkildə bir təkdir deyə 3A ifadəsi cüt ədəd olmalıdır. Çünki cütün üstünə tək gələndə həmişə tək ədəd alınır. Burada isə bizdə 3A plus 1 cüt ədəddir. Ona görə A bizdə tək ədəd olacaq. A tək ədəd olarsa, məsəl üçün 3 qəbul etsək, 3 vıraq 3 plus 1 nə eləyir? Eləyir 10. Həqiqətən cüt ədəd alınır. A-nın yerinə cüt ədəd qoysaq, məsələn 4 qoysaq, 3 vıraq 4 plus 1 nə eləyəcək? 13. 13 nədir? Tək ədəddir. Bizə axı deyirdi ki, məsələn şərtində cüt ədəddir. Ona görə A-nın qiyməti tək olmalıdır. Məsələn 3. A 3 olarsa verilmiş ifadələrin hər birini nəzərə alsaq, A variantında 2A kvadrata plus 3A üstəgələ 2. Hər yerdə A-nın yerinə 3 yazsa, cavabımız alınır. Tək ədəd. Görürsünüz, yazmışam, 29 alınır. B variantında yenə 2A kvadratı üstəgələ 2A üstəgələ 3. Burada A-nın yerinə yenə hər yerdə 3 yazsa, cavabımız alınır. Cüt ədəd. Bizdən də soruşurdu ki, cüt ədəd hansı ifadənin qiymətidir? Doğru cavabımız elə B variantıdır. Digər variantlara da bir-bir baxa bilərsiniz. Yerinə yazıb yoxlasanız görürsünüz, hamısında cavabımız tək ədəd alınır. Hörmətli müəllimlər, şagirdlər, bununla da bu video dərsimizin sonuna gəldik. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə qədər.